Uşaqlıq insan həyatının ən qayğısız, ən səmimi, ən xoşbəxt illəri hesab olunur. Məhz bu gün dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Biz də şəhər sakinləri arasında sorğu keçirdik. Görəsən, şəhər sakinləri 5 yaşındakı özlərinə nə hədiyyə etmək istəyərdilər? Keçmişdəki uşaqlarla indiki uşaqlar arasında hansı fərqlər var? Əgər imkanınız olsaydı 5 yaşındakı özünüzə nə hədiyyə eləmək istəyirdiniz? Yəqin ixtisasımla bağlı olaraq kompüter hədiyyə eləyərdim ki, o yaşdan başlaya bilim. Ancaq uşaqlar telefon istəyir də. Telefon ya da bu PlayStation, belə oyunlar uşağın ki nədir? Allah ölənlərimizə rəhmət eləsin. Atam hər şey bizə yaşadıb da. O qədər elə də arzularım olmayıb, ürəyimdə qalsın. İndi öz uşaqlarıma baxıb fikirləşirəm ki, yaxşı bir əyləncə mərkəzi hədiyyə eləyərdim özümə də. O dövrdə kaş ki olardı, yaxşı bir əyləncə mərkəzində oynayardım. Sağ olsunlar, hər şey alıblar deyən. Elə bir şey yoxdur ki, məsəl üçün uşaqlıqda deyiblər, yox, indi almaq istəmişəm. Və indi də indinin özündə papamı yıxsam, nəsə istəsəm, ya mama yenə də hər şey alacaqlar. Ona görə elə bir şey yoxdur, xatırlamıram. Bizim dövrə aid olmayanlar şükür indiki dövrdə çoxdur, inkişaf edib. İstəyərdim ki, 5 yaşımda olmayanları indi inşallah nəvələrim görür. Bəs sizcə keçmişin uşaqları ilə indiki uşaqlar arasında hansı fərqlər var? Məncə keçmişin uşaqları daha yaxşı idi, indiki uşaqlardan. Niyə? Ona görə ki, keçmişin uşaqları tərbiyəli olublar. İndikilər yox, indikilər böyüyə, kiçiyə qiymət qoymurlar, özləri fikirləşirlər. Böyük fərqlər var. Keçmişdə uşaqlar böyüyə hörmət daha çox eləyərdilər, çəkinərdilər də. Məsələn, müəllim şəxsən, məsələn, müəllimdən qorxardıq, ehtiyat eləyərdik. Yəni valideyndən də üstün bilərdik də müəllimi. İndiki uşaqlar qətiyyən qorxmur. İndi şükürlər olsun ki, hər şeydən uşaqlar bilik səviyyələri yüksəkdir, informasiyaları daha çoxdur. Hazırdakı uşaqların daha çox, necə deyərlər, exposure vardı bu kimi resursları olsun, internetdəki və s. məlumatlara. Ona görə onlar daha ayıqdılar. Əvvəlki uşaqlar daha saf, belə daha hər şeydən xəbərsiz olardı deyərdim. İndiki uşaqlar daha tez inkişaf edir. Keçmişdə biz daha çox vaxt keçirdirik bir yerdə, düşürdük məhəllədə, yığışırdıq, uşaqlarla oynayırdıq, axşama kimi evə gəlmirdi. İndiki uşaqlar daha çox smartfonlara, planşetlərə bağlıdır və demək olar ki, bir-birlərinə elə bir ki, heç ünsiyyətdə olmurlar, heç vaxt keçirmirlər. Məncə indiki uşaqlar daha şanslıdır, maşallah olsun. Hər istədikləri alınır, istədikləri geyim, təhsil sahəsində hər mənada yaxşı inkişaf ediblər. Yəni şəhərdə də belə deyək də hər şey var uşaqların inkişafı üçün. İstər kurslar, təlimlər filan. Məncə indiki uşaqlar daha şanslıdırlar hər baxımdan. Tək ki həmişə elə olsunlar. Bizdə biraz istərsəməz sanki maddi cəhətdən filan qıtlıq olub, amma onlarda maşallah hər şey bol-boldur.